Mənim oğlumdur de. Ayazda xanım, qonaqlar gedir, nalər gözləyir. Yaxşı, gəlirəm, get tələsmə. Kamildir. Özbəkistanın əməkdar artisti olan Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə anadan olub. Onun uşaqlıq illəri isə heç də xoş keçməyib. 1937-ci ildə atası Sovet repressiyalarının qurbanına çevrilərək xalq düşməni damğası ilə həbs edilir və güllələnir. Bu hadisə ailənin həyatını alt-üst edir. Atasız böyüyən Nelli çox çətin və ağır şəraitdə yaşamalı olur. Bütün çətinliklərə baxmayaraq, o sənət sevgisindən vaz keçmir. Teatra və kinoya böyük maraq göstərən Nelli gənc yaşlarından aktyorluq fəaliyyətinə başlayır. Daha sonra o təkcə aktrisa kimi deyil, həm də rejissor kimi fəaliyyət göstərərək müxtəlif sənədli filmlər çəkir. Universitetin son kursunda oxuyarkən Moskvada ailə qurur. Lakin bu evlilik ona xoşbəxtlik gətirmir. Ərinin yüksək vəzifəli ailəsi gənc cütlüyü qəbul etmir. Nelli həmin dövrdə hamilə olsa da, ərinin valideynləri onları evdən çıxarırlar. Ən ağrılı məqamlardan biri isə ərinin hamiləlik xəbərinə belə sevinməməsi olur. Çıxılmaz vəziyyətdə qalan Nelli doğma evinə qayıtmağa məcbur olur. 1963-cü ildə onun Nikita adlı oğlu dünyaya gəlir. Sonralar əri onu yenidən Moskvaya aparmaq istəsə də, aktrisa buna razılıq vermir. İllər keçdikcə münasibətləri daha da pisləşir və ailə həyatı demək olar ki, tamamilə dağılır.